İslamı qəbul etdilər. İkinci mərhələ təzkiyədir. Təzkiyə nədir? Əvvəla bilirsiniz ki, təzkiyə önəmli məsələdir. Qəd əfləhə mən zəkkaha. Təzkiyə olunan nicat tapdı. Yəni, nicat tapmağın düsturu bu ayədədir. İnsan təmizlənmə deyək hələ. Təmizlənmə də tam mənasını bildirməsə də, amma elə təmizlənmə kimi qəbul etmək olar. Təzkiyə yəni təmizlənmə. Və Quran buyurur ki, təmizlənən nicat tapdı. Niyə Allah Peyğəmbərinə deyir onları təmizlə? Sən yüzəkkihim, Peyğəmbər təmizləyir. Təmizlənmənin ən əsas vasitəsi nədir? Təmizlənmənin ən əsas vasitəsi ilahi əmrlərin verilməsi. Əmr mərhələsi başlanır. Biri var Allahı tanıtdırmaq, əqidə, iman. Biri də var praktiki hissə, əmrlər və qadağalar vasitəsilə onları təmizlə. Çox incə bir məqamdır bu. Peyğəmbər əmr və qadağaları ikinci mərhələdə bəyan edir və özü də onların icrasına nəzarət edir. Yəni hökumət təşkil edir. Deməli, təzkiyə hökumət vasitəsilə həyata keçirilir. İcra prosesi, dinin praktiki hissəsinin icrasına başlanılır tilavətdən sonra. Peyğəmbər gəlir Mədiniyə, məscid tikdirir ilk olaraq. Namaz iqaməsi. Quran deyir, əqimussalah, namazı qılın demir, namazı bərqərar edin. Praktiki olaraq ilk məscid Mədinədə tikilir də. Artıq başlanılıb icrasına, namazın bir ayin olaraq cəmiyyətdə bərqərar olması prosesi başlanır. Əmrlər verir. Təzkiyə, təmizlənmə əmrdən başlanır. Əxlaq dərsi keçməkdən başlanmır. Əqidə dərsi keçməkdən başlanmır. Təmizlənmə əmr və qadağalar prosesində baş verir. İnsanın əmrlərə itaətində baş verir. Və başlayır Peyğəmbər Mədinədə artıq əmrlər verməyə. İlk olaraq bu gələn nümayəndə heyətinə deyir ki, oğurluq qadağan, zina qadağandır, böhtan atmaq qadağandır. Artıq qadağalar mərhələsi başlanır. Şərab hələ biraz sonra qadağan olunur. İctimai fəsadı olan əməllər qadağan olunmağa başlayır. Yəni təzkiyə başlandı. Quran tilavəti ilə iman dərhal təmizlənməyə ehtiyac var. Praktiki hissə işə düşür. Hökumət bunun üçün təşkil olunur. İslam dinində Peyğəmbər hökumətinin missiyası nədən ibarətdir deyilsə, missiyası təzkiyədir, təmizlənmədir. Bu təmizlənmə o qədər mürəkkəb bir sistemdir ki, bunun üçün bir quruluş lazımdır ki, bu təmizlənməni təmin eləsin. Bu çox vacib məsələdir, çox vacib hissədir.